Yəni yaxşı hal deyil, yaxşı hal deyil. Görürsən hamısı telefondadır. Evdə də oturan hamısı telefondadır. Hamı telefondadır. Problemdir bu. Problem biri nəyə baxır, biri nəyə baxır, biri nəyə qulaq asır, biri kimə qulaq asır. Yəni aləm qarışıb ailənin içində. Belə aləm möhkəm olmur da, belə aləmdə problemlər tez-tez olacaq. Və olur da görürsən, boşanmalar baş verir. Hal-hazırda müasir vaxtda elə o telefon da elə boşanmalara, elə ailələrin soyulmasına səbəb olan. Hər halda həm o adam, evin böyüyü, öz nəfsinlə mübarizə aparsın. Nəysə, baxsa məsələn, tutaq ki, baxır məsələn, TikTok'a məsələn, bilsin ki, vaxt keçir. Çünki əgər özü buraxsan, görəcəksən, artıq baxacaqsan, səhərəcən oturmuşsan. Yox, əgər mən demirəm, baxma da. Bax xəbərlərə məsələn, nəsə faydalı bir şeyə öyrənmək üçün, müəyyən bir vaxtda, bir 20 dəqiqə, yarım saat, qoy qırağı qutardı, qoyuram qırağı qutardı, qoy qırağı, açma və ya danış, suallara cavab ver və ya kimlənsə danış ki, və sonra. Belə eləsən, artıq onu tabi eləyəcəksən özüvə. Yox, əgər buraxsan özüvü, sən olacaqsan ona tabi. O da ancaq sənə belə olanda zərər olacaq. Ancaq sənə və aləvə. Və işte nəfsinlə mübarizə apar.